Qazax-Tavuş sərhəddində əvvəllər Ermənistan ordusunun dayandığı və Yeni il adlandırdıqları post artıq Azərbaycan ordusunun nəzarətindədir. Turkistan.az məlumat verir ki, bu haqda Hraparak nəşrində yayımlanan erməni jurnalist Vaskan Sarkisyanın məqaləsində bildirilir. Sarkisyan yazır ki, 2022-ci ildə Nayamberiyan sərhəd zonasında müqavilə əsasında xidmət edən əskərlərdən biri ona Yeni il postundan foto göndərib. Fotoda postun acınacaqlı vəziyyəti aydın görünürdü. Post lazımi səviyyədə təchiz olunmamışdı. Mavi rəngli katan dam örtüyünü əvəz edir, istidən, soyuqdan, yağış və qardan qorumurdu. Postda təkərlər yığılmışdı, beton döşmə yaxud istehkam işləri aparılmamışdı. O vaxt bu məlumat hərbi sirr olduğu üçün heç bir nəşr bunu dərc etmək istəmədi. 2 il sonra 2024-cü ildə Tavuşda demarkasiya işləri başlandı, nəticədə İcevan icmasının Kirans kəndindəki körpü, 15 hektara yaxın ərazi, dövlətlərarası magistral yolun bir hissəsi və Kirans-Bağanis hissəsində 30 il ərzində möhkəmləndirilmiş mövqeylər Azərbaycana təhvil verildi. Məndə olan məlumata görə, Vaskepan, Əskipara və Bağanis kəndləri arasındakı sərhəd zonasında yerləşən Yeni il zastavası demarkasiya prosesi vaxtı Azərbaycana qaytarılmamalı idi. Ermənistanın hərbi komandanlığı isə həmin zastavada xidmət edən sərhədçilərə ərzaq çatdırılmasının çətin olduğuna əsas gətirərək postu Azərbaycana təhvil verib. Artıq orada Azərbaycan bayrağı dalğalanır, o iddia edib. Erməni jurnalist əlavə edib ki, Yeni il postu strateji cəhətdən əlverişli olan hündür yerdə yerləşir. İndi sərhəddin həmin hissəsindəki müdafiə postlarımız əvvəllər bizə məxsus olan Yeni il postundan onlarla metr aralıdadır. Azərbaycanlılara təhvil verilən postdan isə Ermənistan-Gürcüstan dövlətlərarası magistral yolunun Vaskepar-Bağanis hissəsində nəqliyyatın hərəkətinə nəzarət etmək mümkündür, Sarkisyan yazıb.